Hörmətli müəllimlər, dəyərli qəbul imtahanına hazırlaşan abituriyentlər hər bir salamlayıram. Bugün sizə qədim Misir dövlətini izah edəcəm. Bu bizim kanalımızın ilk dərsidir. Kanala abunə olub, videomu bəyənək və paylaşaq ki, başqalar da video dərslərimizdən yararlana bilsin. Qədim Misir yer kürəsində sonuncu buzlaşma dövrü bitdikdən sonra Afrikanın şimalında kəskin iqlim dəyişikliyi baş verir və belə desək, bu ərazidə dünyanın ən böyük səhrası olan Sahara səhrası yaranır. Və sual yaranır, Misir hansı dövrlərdə hansı adlarla tanınıbdır? Misir fərqli dövrlərdə Nilin tövhəsi, qara torpaq, qızıllı ölkə, ehramlar ölkəsi kimi tanınıbdır. Bəs yaxşı, Misir haqqında ən geniş məlumatı verən tarixçi kimdir? Eradan əvvəl 5-ci əsrdə yaşamış Herodot Misiri Nilin tövhəsi adlandırmışdır. Ancaq Misirlilərin özləri Nil çayı yuyub gətirdiyi torpağın rənginə görə öz ölkələrini qara torpaq da adlandırırlar. Misir iki hissəyə bölünür. Şimali Misir və Cənubi Misir. Şimali Misir aşağı Misirdir. Cənubi Misir isə yuxarı Misirdir. İndi bunları aydınlaşdıraq. Şimali Misir aşağı Misir adlanır və Nil çayının deltasında yerləşir. Cənubi Misir isə Nil vadisi boyunca uzanır. Buradan cənubda Nubiya şəhəri yerləşirdi. Bəs Misirlilərin təsərrüfat həyatı hansı formada olub, nələrdən istifadə ediblər? Bu suallara düzgün cavab tapaq. Misirlilərin təsərrüfat həyatı. Misirlilər Nil çayının sahillərində bitən papirus adlanan qamışdan sal, qayıq, ev hazırlayır, evlərin damını örtürdülər. Bəs yaxşı, Misirlilər ərazilərini suvarmaqdan yana hansı proseslər, belə desək, hansı vasitədən istifadə edirdilər? Şaduf. Süni suvarma qurğusudur. Yuxarı hissədən əraziləri suvarmaq üçün istifadə edirdilər. Bəs yaxşı, belə desək, əkin sahələrinin yanında üzr istəyirəm, Nil çayı vadisi boyunca, əkin sahələrini Nil çayı vadisi boyunca salırlarsa, bəs Nil çayı ildə bir dəfə daşırsa, bu daşqınlardan qorumaqdan yana, əkin sahələrini, yaşayış məntəqələrini daşqınlardan qorumaqdan yana hansı prosesdən, hansı vasitədən istifadə edirdilər? Damba. Dambalar Nil çayı vadisi boyunca tikilir. Dambalar əraziləri daşqınlardan qorumaqdan yana istifadə olunur. Yəni belə desək, həm əkin sahələrini, həm yaşayış məntəqələrini. Bəs yaxşı, Misir nə vaxt vahid dövləti birləşdirilib? Misir uğrunda hakimiyyət mübarizəsi nə vaxt davam edib? Buna diqqət eləyək. Misirin vahid dövləti birləşdirilməsi. Misirdə köhnə nəşrlərində desə bunlara nom deyirdilər. 40-a yaxın kiçik dövlət, yəni nomlar var idi. Gənclər, bu prosesə diqqət eləmək lazımdır. 40 vilayət vardı. Bu 40 vilayətin bir-biri ilə apardığı mübarizə nəyin üstündə idi? Buna diqqət eləyəcək. Suvarma kanalları uğrundadır və otlaq sahələrini ələ keçirmək uğrundadır. Qəbul imtahanlarında istifadə olunan testlərdə belə bir nüansa toxunublar. Bu səhv etmirəmsə test bankınızda da var. Belə bir məsələ var orada. Demək yazır ki, nomlar arasında bir-biri ilə mehriban qonşuluq münasibəti mövcuddur, amma bu tamamilə səhv fikirdir. Ya bunu düzgün fikir kimi götürmək səhvdir. Çünki kitabımızda da qeyd edildiyi kimi nomlar bir-biri ilə daimi mübarizə aparırlar, daimi mübarizə şəraitindədirlər. Biri digərinin ərazisini işğal eləyir, biri digərinin ərazisini tuturdu və nəticədə eradan əvvəl eradan əvvəl 4-cü minilliyin ikinci yarısında ən sona iki vilayət, yəni Cənub padşahlığı olan yuxarı Misir padşahlığı və şimal padşahlığı olan aşağı Misir padşahlığı bu proses üstündə mübarizə aparır. İndi məsələ nədir? Bunun diqqətlə baxacaq. Demək, yuxarı və aşağı Misir padşahlıqları nə üçün mübarizə aparırdılar? Vahid dövlət yaratmaq üçün. Bundan öncə qeyd elədim.
40 nom, yəni 40 kiçik dövlət bir-biri ilə nə üçün mübarizə aparırlar? Suvarma kanalları və otlaq sahələri uğrunda. Bu fərqli şeydir. Ancaq ən sona qalan iki vilayət, yəni yuxarı və aşağı Misir padşahlıqları olan nomlar, yəni vilayətlər Misiri vahid dövlət halında birləşdirmək üçün bir-biri ilə mübarizə aparıblar. Və bu mübarizədə hansı tərəf qalib gəldi? Yuxarı Misir padşahlığı eramızdan əvvəl 4-cü minilliyin sonunda Misirdə vahid dövlətin əsasını qoymuşdu. Demək, Misirdə vahid dövlət eradan əvvəl 4-cü minilliyin sonunda yuxarı və aşağı Misir padşahları arasındakı mübarizənin nəticəsində eradan əvvəl 4-cü minilliyin sonunda yaranmışdır və vahid Misir dövlətinin ilk paytaxtı Menfis. Eramızdan əvvəl isə bu paytaxt dəyişdirilib, yəni 2-ci minillikdə dəyişdirilib Fif şəhərinə köçürüləcək. Yəni Misirin ilk paytaxtı Menfis şəhəri, ikinci paytaxtı isə eramızdan əvvəl 2-ci minillikdə Fif şəhəri olacaq. Bəs yaxşı, Misirdə sosial təbəqələr, Misirdə idarəetmə hansı formada reallaşdırılıb? Misirin başında belə deyək, duran hökmdar hansı titulu daşıyıbdı? Ondan sonra gələn vəzifələrdə təmsil olunanlar kimlər idi? Onları bir-bir diqqət yetirək. Firon. Firon dövlətin başında durur, böyük ev mənası verirdi, günəş oğlu adlandırırdılar. Fironun hakimiyyəti qeyri-məhdud, yəni hakimiyyətdə ölənə qədər qalırdılar. Ordunun başında baş komandan sayılırdı. Qanunlar verir, qaydaları müəyyənləşdirir, ölkədə aparılan bütün proseslərin, aparılan tikinti abadlaşdırma işlərinin hər biri Firon titul daşıyan hökmdarın adı ilə aparılırdı. Demək, Fironun hakimiyyəti atadan oğula, yəni irsən keçirdi, Tanrının yer üzərindəki təmsilçisi hesab olunurdu. Öz qeyri-adi qüdrətlərini nümayiş etdirmək üçün də piramidalar tikdirirdilər. Bəs yaxşı, Misirdə ikinci şəxs kim sayılırdı? Çati. Çati ali məmur idi. Firon tərəfindən vəzifələrə təyin olunurdu. Fironlar bu vəzifəni öz oğullarından birini tapşırırdılar və yaxud da ən yaxın adamlarından birini, amma çox vaxt öz oğullarından biri olurdu. Çatin funksiyaları kitabımızda qeyd olunmayıb. Ancaq çatin funksiyalarını qeyd eləmək lazımdır, çünki qəbul imtahanlarında abituriyentlər dəfələrlə rastlaşır. Bunu qeyd eləsək daha yaxşı olar. Çatin nələrə nəzarət edirdi? Bunu qeyd kimi dəftərinizə yaza bilərsiniz. Çati məhkəmə proseslərinə, təsərrüfata, məhkəməyə, təsərrüfata, xəzinəyə, yəni maliyyə məsələlərinə, bir də Fironun dəftərxanasına nəzarət edirdi. Yəni, Çatinin funksiyaları bulardır. Çati məhkəməyə, təsərrüfata, xəzinəyə və dəftərxanaya rəhbərlik edirdi. Üçüncü şəxs, belə desək, ya digər şəxslər, digər məmurlar da oxub yazmağı bilən şəxslər idi. Əkin sahələrinin ölçülməsi, vergi toplanması, hüquq və ordu işlərinə baxırdılar. Növbəti vəzifəli şəxslər, kahinlər. Bəs yaxşı, kahinlərin funksiyaları nə idi? Misir cəmiyyətində önəmli yer tutan təbəqələrdən biridir. Yəni, belə desək, Fironun hakimiyyətdə qalma dayaqlarının biri kahinlərdir. Din işlərə nəzarət edirdilər. Fironun yer üzünün tanrısı, günəşin oğlu adlandırır, ilahiləşdirərək sitayiş edir və kitabınızda olmayan bir məsələni nəzərinizə çatdırım ki, hətta əhaliyə də Fironun insanlardan üstün olmağını təbliğ edirdilər. Kəndlilər sonra gəlirdi, əhali rəksəri hissəsini təşkil edirdi, sənətkar və tacirlər cəmiyyətin mühüm təbəqələrinin biridir və ən əsas məsələlərdən biri qullar. Ona diqqət eləyək. Fərqli dövrlərdə fərqli adlarla tanınıb bu qullar. Bunlara baxaq görək, bəs Misirdə hansı adla tanınıb? Misirdə qullar. Hər dəfə fərqli dövləti izah etdikcə orada qullar necə adlandırıblar, bir-bir qeyd edəcək. Misirdə isə canlı ölülər adlandırıblar.
Qədim Misirdə canlı ölülər qullar adlandırılır. İşğallar nəticəsində Misirə çoxlu əsirlər gətirilərək qul olunurdu. Qul əməyindən təsərrüfatda əyanların malikanələrinə istifadə edilirdi. Lakin qullar Misirdə iqtisadi cəhətdən xüsusi əhəmiyyət daşımırdı və sizə xüsusi bir şey demək istəyirəm ki, onu yadınızda saxlayın. Azərbaycan tarixində dərslərimizi izah edəndə orada bu nüansa toxunacağam mən. İstir qədim Avropada, istir qədim Şərqdə olan dövlətlərdə qul əməyi Azərbaycanda olan dövlətlərdəki qul əməyindən fərqlidir. Çünki düşünün ki, Misirdə qullara piramida tikdirirlər, daş karxanalarını işlədirdilər. Məsələn, Yunanistanda keçəndə görəcəksiniz, filiz mədənlərində istifadə edirlər. Ancaq Azərbaycanda qul əməyindən istifadə olunsa da, qədim Şərqdə və Avropa dövlətlərində olduğu kimi geniş istifadə olunmur. Bəs yaxşı, Misirin ən qüdrətli dövrü nə vaxtdır? Misir ən güclü kimlərin dövründə olubdur? Hansı əraziləri işğal ediblər? Bir-bir baxaq. Misirdə eramızdan əvvəl 2-ci minilliyin üzr istəyirəm. 2-ci minilliyin demək ortalarında 2-ci minilliyin ortalarında Misir özünün ən qüdrətli dövrünü yaşayıb. Bayaq qeyd etdiyim kimi Misirin paytaxtı eradan əvvəl 2-ci minillikdə Fif şəhərinə köçürülmüşdü. Eradan əvvəl 4-cü minillikdə isə Memfis şəhəri idi. Birinci Tutmosun hakimiyyət dövrü. Birinci Tutmos hansı proseslə aparıb hakimiyyət dövrünə hansı hadisələr baş verib baxaq. Misir işğalçı yürüşlərini Asiya qitəsinə yaymış. Araq dənizinin şərqinə yönəltmişdir. Fələstini və Suriyanı işğal etmişdir. Və birinci Tutmosun dövründə dövlətin sərhədləri Fərat çayına qədər uzanmış, Misirin cənubunda yerləşən Nubiya isə tabe olunmuşdur. Demək, birinci Tutmosa aid olan hadisələr bir də baxaq. Demək, Misir işğalçı yürüşləri Asiya qitəsini genişləndirib, Aralıq dənizinin şərq sahillərini yönəldibdir. Fələstin və Suriyanın ərazisi işğal olunubdur. Misirin cənubunda demək, Nubiyanı özünə tabe edib və Misirin şimal sərhədləri, bunu qeyd edirəm bura. Misirin şimal sərhədləri Fərat çayına qədər genişləndirilibdir. Bəs yaxşı, birinci Tutmosdan sonra hakimiyyətə kim gəlib, o hansı əraziləri işğal edib, hansı prosesləri yerinə yetirib? Birinci Tutmosdan sonra onun nəvəsi 3-cü Tutmos hakimiyyətə gəlmişdir. 3-cü Tutmos. 3-cü Tutmosun hakimiyyət dövründə bəs hansı proseslər baş verib? Aralıq dənizinin şərq sahillərində eynən, bu demək 1-ci Tutmosun, 3-cü Tutmosun oxşar cəhətədir. Aralıq dənizinin şərq sahillərində, Ön Asiyada yenə 1-ci Tutmos kimi Fələstin, Suriyaya və fərqli olaraq Finikiyanı işğal edib yenidən Misir dövlətinə birləşdirilib. Ön Asiyada Avropalılara görə isə Asiya qitəsinin qərb hissəsi, Ön Asiya hansı hissə adlanır? Ön Asiya Avropalılara görə Asiyanın qərb hissəsidir. Fələstin və Suriyanı işğal edəndən sonra İşğal elədiyi ərazilər bir də qeyd edirəm, Fələstin, Suriyadır və Finikiyadır. Xəttim biraz pis ola bilər, üzr istəyirəm hər birinizdən. Oxunmasında bir yazdığım ərazilərin adlarını qeyd edirəm. Fələstindir, demək, Suriyadır, Finikiya ərazilərini işğal edibdir. Demək, və Fələstin və Suriya ərazilərini idarə eləmək üçün həmin ərazilərə canişin təyin eləyib ki, həmin əraziləri idarə eləsin. Ancaq 3-cü Tutmosun ölümündən sonra Misirin Ön Asiyada mövqeyi zəifləməyə başlayıbdır. Bu xüsusi diqqətli olun ki, çünki bu 2-ci Ramzesindən oxşar cəhət olacaq. 3-cü Tutmosun öləndən sonra Misirin Ön Asiyada mövqeyi zəifləyibdir. 2-ci Ramzes öləndən sonra Misirin Ön Asiyada mövqeyi zəifləyəcək. Bəs yaxşı, Misirin belə deyək, yüksəliş dövrünün, yəni eradan əvvəl 2-ci minilliyin ortalarından başlayan yüksəliş dövrünün sonuncu hökmdarı kimdir? 2-ci Ramzes. 2-ci Ramzes eradan əvvəl 13-cü əsrdə, yəni 2-ci minilliyin hardasa sonlarında hakimiyyət olubdur. 2-ci Ramzes Misirin sonuncu qüdrətli hökmdarıdır.
İkinci Ramzes hakimiyyətə qarşı Afrikada baş verən üsyanları yatırıb, Ön Asiyada Misirin əvvəlki qüdrətini bərpa eləmək üçün oralara yürüşlərə başlayıbdı. Və Misirin İkinci Ramzesin dövründə apardığı müharibələrdə ən böyük rəqiblərindən biri Het dövləti idi. Bəs Het dövləti ilə hansı prosesdə mübarizə aparıbdı? Het dövləti ilə necə mübarizə aparıb? Hansı ərazi uğrunda mübarizə aparıbdı? Müharibənin gedişində nələrdən istifadə olunub? Bir bunları aydınlaşdıraq. Misirlə Het müharibəsi, Hetlərlə Misirlər arasında aparılan müharibə Eradan əvvəl 13-cü əsrdə. Birazdan buna dəqiq tarix deyəcək. Üzr istəyirəm, 13-cü əsrdə. 13-cü əsrdə baş verib. Birazdan buna dəqiq tarix deyəcək. Yəni Eradan əvvəl 1286 qeyd edildilər köhnə nəşr kitablarımızda. Eramızdan əvvəl 1286-cı il, yəni Eradan əvvəl 13-cü əsrdə müharibə aparıblar. Bu müharibənin səbəbi müharibənin səbəbi nədir? Suriyanı ələ keçirmək uğrunda mübarizə idi. Suriyanı ələ keçirmək, yəni tabe eləmək uğrunda mübarizədir. Müharibənin gedişində, belə deyək, hər iki dövlət müharibədə əsas zərbə qüvvəsi kimi döyüş arabalarından istifadə edibdir. Müharibənin nəticəsində bəs hansı proses baş verib? Müharibənin nəticəsində hansı proses baş verib? Baxaq. Eramızdan əvvəl 1286-cı ildə Kadesdə sülh bağlanıb. Misir dövləti ilə bir daha qeyd edirəm dövlətləri, Misir dövləti və Het dövləti arasında. Eramızdan əvvəl 1286-cı ildə bağlanmış Kadeş sülhünün şərtləri nədən ibarətdir? Demək, müharibə böyük itkilərə səbəb oldu, tərəflərin heç biri qəti qələbə qazana bilməyib. Bunu xüsusi qeyd eləyək. Kadeş sülhünün şərtləri nələrdir? Fələstin, Finikiya, Misirin hakimiyyəti altında qalıb, Suriya iki hissəyə bölünübdür. Şimali Suriya Hetlərə, Cənubi Suriya isə Misirlilərə qalıbdır. Və müqavilənin 3-cü bəndinə əsasən tərəflər başqa dövlətlərlə müharibə aparsaydılar, bunlar bir-birlərinə qarşılıqlı yardım göstərməliydilər. Kadeş sülhünün şərtlərini bir daha nəzərinizə çatdırıram. Buna diqqət eləmək lazımdır. Bu hətta dünya tarixində ilk yazılı sülh müqaviləsidir. Fələstin birinci şərti Fələstin və Finikiya Misirin hakimiyyəti altında qalıb, Suriya Misir və Het padşahlığı arasında bölüşdürülüb. Yəni Cənubi Suriya Misirlərə, Şimali Suriya Hetlərə qalıbdır. Tərəflər başqa dövlətlərə qarşı belə deyə vuruşsaydılar, bir-birlərinə yardım göstərməliydilər. Sizə diqqətinizə bir məsələni çatdırmaq istəyirəm. İkinci Ramzes ölkədə tikinti abadlaşdırma işlərinə saraylar, sərdabələr, məbədlər tikdirib. Nubiyada hətta öz adına 24 metrlik heykəl belə ucaldıb. Bəs yaxşı, bu Misirin inkişaf dövrüdür. Misirin zəifləmə dövrü, Misirin tənəzzül dövrü hansı prosesdən başlayır, nə vaxtdan başlayır? Buna diqqət yetirək. Misirin tənəzzül dövrü hansı prosesdən başlayır baxaq. Misirin tənəzzülü. Tənəzzül dövrü nə vaxtdan başlayır? Eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində Misir dövləti zəiflik və parçalanıb. Misir ərazisinin bir qismi itiribdir, hakim sülalələr tez-tez dəyişdirilibdir. Bəs yaxşı, Misir hansı dövlətlərin hücumlarına məruz qalıb, bunlara bir-bir baxaq. 1. Əhəmənilər. Hökmdarı 2-ci Kambiz Əhəməni hökmdarı hücum edib. Eramızdan əvvəl 525-ci ildə Pelusiya döyüşü baş veribdir. Diqqətlə baxaq. Eramızdan əvvəl 525-ci ildə həlledici döyüş olan Pelusiya döyüşündə Əhəməni dövləti qalib gəlib Misirin ərazisini işğal edibdir. Ancaq ola bilsin ki, qəbul imtahanlarında və yaxud da MİQ imtahanlarında bizə bunu Pelusiya döyüşü kimi təqdim etməz. Yəni, xronoloji ardıcıllıq verə bilər, bizə bunu Pelusiya döyüşü kimi təqdim eləməyə bilər. Və orada belə bir şey qeyd edir xronoloji ardıcıllıqda. Belə yazar ki,
Misir müstəqil dövlətçiliyinə son qoyulub. Misirin müstəqil dövlətçiliyinə son qoyulması nə vaxtı? Eradan əvvəl 525-ci ildə Pelusiya döyüşünün nəticəsindədir. Buna diqqət etmək lazımdır. Bir daha deyirəm, 2-ci Kamizin hücumuna məruz qalıbdı. Əhəməni hökmdarı 2-ci Kamizin hücumuna məruz qalıb. Eradan əvvəl 525-ci ildə Pelusiya döyüşünə Əhəməni dövləti qalib gəlib. Misiri işğal edibdi və bu işğal prosesinin nəticəsində yenə deyirəm, ola bilsin ki, xronoloji ardıcıllıqda sizə Pelusiya döyüşü kimi təqdim eləməz yazar. Misir dövlətinin müstəqil dövlətçiliyinə son qoyulub. Nə zamandır bu? Eradan əvvəl 525-ci ildə Pelusiya döyüşünün nəticəsindədir. Bunlara diqqət eləmək lazımdır. Misir mədəniyyəti. Misir mədəniyyəti haqqında məlumat verək. Misir mədəniyyəti. Misirdə belə deyək, yazı sistemi eradan əvvəl 4-cü minillikdə yarandı. Yəni dövlət yarandığı vaxtda həm də Misirdə yazı sistemi yaranmış. Yəni eradan əvvəl 4-cü minilliyin sonunda Misirdə belə deyək, hieroqlif yazılarından istifadə olunub. Yazı hansı formadaydı? Eradan əvvəl 4-cü minillikdə Misirdə və Şumerdə yaranmışdı. Bu yazılar şəkli yazı, yəni piktoqram yazı adlandırırdılar. Bunu belə yadımızda saxlayaq. Misirdə istifadə olunan hieroqlif, üzrlü saniyə Herodot yazdım. Hieroqliflər. Hieroqliflərə müqəddəs şairlər deyirdilər. Hieroqliflər işləvə 1822-ci ildə fransız alimi Jean Champollion Misir hieroqliflərini oxumağa başlayıbdı. Demək, şəkil formasında demək təqdim olunurdu. Yazın yaranmasının səbəbləri vardı Misirdə. Məlumatları, elmi və tarixi bilikləri yadda saxlamaq, Misirin dövlətdə birləşdirilməsindən sonra demək fironların əmr və göstərişlərini, qanunların insanlara dəqiq götürülməsinin zəruri idi və bunlar hər biri yazının yaranmasına səbəb idi. Bir daha qeyd edirəm, demək Misirdə hieroqliflər deməkdir istifadə olunub yazı materialı kimi, ancaq mixli yazıdan da istifadə ediblər. Misirdə təhsil. Bax, bunların hər birinə Misirdə təhsil. Misirdə təhsil. Kahinlər, məmurlar, dəftərxana işçiləri ən savadlı adamlar sayılırdılar. Təhsil məbədlərindəki xüsusi məktəblərdə, məbəd məktəblərdə aparılırdı. Qədim Misirdə bu məbəd məktəblərində kahinlər və dəftərxana işçiləri müəllimlik edirdilər. Adlı, sanlı və imkanlı insanların övladları oxurdular. Uşaqlara əvvəlcə, biraz öncə qeyd etdiyim kimi, hieroqlif demək yazı öyrədilir, hesab və həndəsə tədris olunur və onun xüsusi qeyd edelim ki, Misirdə ən əsas demək tətbiq olunan fənlərdən biri də həndəsədir, çünki piramida tikirdilər orada. Demək, məbədlər tiymə, həcm və sahə hesablamaq üçün həndəsə bir daha qeyd edirəm, əsas fən kimi təqdim olunurdu. Qızlar musiqi, rəqs, evdarlıq öyrənirdilər. Papirusdan hazırlanan vərəqlər baha olduğu üçün uşaqlar üzərinə mum çəkilmiş lövhələr, demək hamar daş, qab qırıqları üzərində yazırdılar. Pis oxuyan, nadinslik edilən uşaqlar isə cəzalandırılırdı. Bunu diqqətdə saxlamaq lazımdır. Amma biz nadinslik edən uşaqlarla çox vaxt bacara bilmirik, çox təəssüf ki. Biraz səbr lazımdır, xüsusilə gənc müəllimlərə. Misirdə astronomiya və təqvim haqqında qısa məlumat verim. Demək, Misir qızıl ölkə adlandırırdılar, lakin onun əsas sərvəti buğda və digər dənli bitkilər idi. Demək, Misirdə astronomiyaya aid biliklər yaranıbdı. Bunlar ulduzu günəşdən fərqləndirə bilirdilər. Günəş və su saatı yaradıblar. Demək, günəş və ayın tutulmasının vaxtını dəqiq hesablaya bilirdilər. Ulduzlu göyün xəritəsini tətbiq edə bilmişdilər. Qədim Misir təqvimi Nil çayının dövrü olaraq baş verən daşqınlara əsaslanırdı. Demək, ili 12 aya və 365 günə bölürdülər. İli bir daha qeyd edirəm 12 aya və 365 günə, hər ay isə 30 gündən ibarət olurdu. İlin sonunda 5 gün əlavə edirdilər, həmin günü bayram edirdilər. İl 4 aydan ibarət 3 mövsümə, daşqın, əkin məhsul yığımına bölünürdü. Demək, həndəsə sahəsindən nailiyyətlər Qədim Misirdə hər bir rəqəm üçün ayrıca işarə mövcud idi. Riyazi biliklər Şumerlərdən zəif olsa da həndəsə yüksək inkişaf eləmişdi. Bir daha qeyd edirəm, onluq hesablama sistemindən Misirlilər onluq hesablama sistemindən istifadə etməyi bacarırdılar. Bəs yaxşı, tip sahəsində Misirlilər hansı uğuru qazanmışdılar?
Tibb sahəsində Misirlilər hansı uğuru qazanmışdılar? Tibb sahəsində nailiyyətlər. Misirlilər demək, həkimlər xəstəliyi təyin etmək üçün nəbz edilir, müalicədə müxtəlif bitkilərdən istifadə edirlər, göz, diş və başqa xəstəlikləri müalicə edirdilər. Tibb elminin inkişafında əsas məsələlərdən biri, bunu qeyd edəcəm, mumyalanma. Tibb elminin inkişafına mumyalanma adəti təsir edibdir. Bəs yaxşı, din və əfsanələr hansı formadaydı? Misirdə din hansı formada inkişaf etmişdir və nəyə inanırdılar? Qədim Misir mədəniyyətinin bütün sahələrinə təsir göstərib. Qədim Misirlər çox tanrılı və bütpərəst idi. Az qala qədim dövrdə keçdiyimiz demək olar ki, əksər dövlətlər çox Allahlı dinə inanıblar. Çox tanrılı və bütpərəst olublar. Günəşə, aya, Nil çayına, heyvanlara, quşlara səcdə edirlər. Misirdə baş tanrı kim sayılırdı? Daha doğrusu hansı büt sayılırdı? Amon. Sizə bir məsələni qeyd etmək istəyirəm. Bunu xüsusi diqqət etmək lazımdır. Testlərdə çox vaxt Amonu baş tanrı kimi yox, baş kahin kimi təqdim edir. Amma biz bir dəfə başa düşməliyik ki, baş kahin deyil, baş tanrıdır. İnsanlar Amona və digər allahlara inanırlar, amma Misirin baş tanrısı, baş kahini yox, bir daha qeyd edirəm, baş tanrısı Amon idi. Amon qədim Misirlərin baş tanrısı idi, tanrının hökmdarı, Fironun isə havadarı sayılırdı. İnançlarına görə insanın bədəni bütöv qaldıqca o yaşayır. Ona görə də Misirdə bayaq qeyd elədiyimiz kimi Misirdə mumyalanma adəti var idi. Bəs yaxşı, qədim Misir incə sənəti. Qədim Misirdə incə sənət. Qədim Misirdə incə sənət. Firon hakimiyyətinin möhkəmləndirilməsinə xidmət edirdi. Əsas yeri heykəltaraşlıq və rəssamlıq tuturdu. Heykəltaraşlıqda bəlli məsələdə Misir mədəniyyətinin ən geniş yayılmış mədəni formalarından biridir. Məbəd məqbərələrin divarlarına çəkilmiş rəsmlər və heykəllərin əksəriyyəti tanrıları, fironları əks elətdirirdi. Demək, məsələ nədir? Fironların dəfn edildiyi piramida, məbəd və sarayların memarlığında əsas yer tutduğu üçün Misiri ehramlar ölkəsi də adlandırırdılar. Misiri ehramlar ölkəsi də adlandırırdılar. Misirdə piramidalar. Misirdə piramida. Eradan əvvəl 3-cü minillikdə Eramızdan əvvəl 3-cü minillikdə fironların məzarlarına və ehramların inşa edilməsi ilə bağlı olaraq Misir memarlığına böyük inkişaf baş veribdir. Gizada fironların məzarlarına pilləkənvari, belə deyək, piramida formalı ehramlar inşa etməyə başlayıblar. Nəzərinizə çatdırım ki, bu piramidalardan ilki kimə məxsusdur? İlki Firon, Zosera, hündürlüyü 60 metrdir. İlk piramida kimə məxsusdur? Buna diqqət edəcək. Demək, Firon, Zosera məxsusdur. Ən böyük piramida isə, bunun qeyd edilir, bu 60 metrdir, bəli. Ən böyük piramida isə Xeops ehramıdır. Xeopsun piramidasıdır. Bu da, belə deyək, dünyanın 7 möcüzəsindən biri sayılır. O 3000 ildən çox müddətdir dünyanın ən hündür tikilisi olmuşdu. Güman olunur ki, belə desə 147 metrdir. Xeops ehramı 147 metrdə, bir daha qeyd edirəm, dünyanın 7 möcüzəsindən biri sayılır. Piramidaların qarşısında bütöv qayadan yonulmuş insan başlı şir bədənli heykəl isə, bunu belə yazım, insan başlı belə deyək, insan başlı şir bədənli varlıq isə Sfinks adlanır. Sfinksə dəhşətlər otası adlandırdılar. Fironların ruhlarının qoruduğuna inanırdılar, belə desək. Və bu Sfinksdən Azərbaycan tarixin keçənində görəcək, ümid eləyirəm. Sfinksdən Manna mədəniyyətində də istifadə olunubdur. Əziz müəllimlər və abituriyentlər, qədim Misir dərsi bu qədər. Ümid eləyirəm ki, məlumatlarımız yaxşı idi. Növbəti videomuzda görüşmək ümidi ilə çox sağ olun.